Oturub Peyğəmbər məsciddə deyir ki, indi bir nəfər daxil olacaq ki, İsa ibn Məryəm kimidir. Oturublar. Bir ikisi çıxdı ki, geçsin o yanından gəlsin. Həqiqətən, doğrudan gülməlidir. Çıxdı ki, geçsin zinəyini elirdi. İndi oyuna elə bilir İsa ibn Məryəm olacaq. O çatınca qapıya Əli əleyhissalam gəldi. O gedib fırlanıb gəlincə. Əli əleyhissalam gəldi, keçdi içəri. Keçdi içəri, əsəbləşdilər. Bir söz nə dedilər? Dedilər ki, gör, hara apardı da əmisi oğlunu çıxartdı. İsa ibn Məryəm. Bir söz nə dedilər? Dedilər ki, bütpərəst olmaq bizə daha yaxşı idi bu sözləri eşitməkdən. Allah'ın